Mən Səməd Behrəngi. Bu gün sizə Balaca qara balıq nağılının 3-cü bölümünü anlatacağam. Keçən bölümdə balaca balığın xərçənglə üzləşməsini gördük. Balaca balıq xərçəngdən ayrıldı və gördü ki, iri bir kərtənkələ qarnını daşa dayayıb. Balaca balıq səsləndi. Kertenkelecan, sen huşlu başlı heyvansan. Yolda məni pelikanla çox qorxudublar. Onun haqqında bir şey bilirsensə, mənə tez zəhmət olmasa. Pelikanın boğazının altında çox su tutan kisə var. Bəzən təcrübəsiz xam balıqlar suda üzən quşun kisəsinə girib birbaşa qarnına gedirlər. Deməli, onun qarnına gedəndən sonra xilas olmaq üçün çarə yolu yoxdur. Kisəni parçalamaqdan başqa heç bir yol yoxdur. Sənə bir xəncər verərəm. Pelikanın əlinə düşsən, dediyim kimi edərsən. Kərtənkələ qayadakı yarığa sürünüb xəncərlə qayıtdı. Balaca balıq xəncəri alıb dedi. Kertenkele, sən çox mehribansan. Bilmirəm sənə necə təşəkkür edim. Canım, təşəkkür nəyə lazımdır? Mənim belə xəncərim çoxdur. Sənin kimi ağıllı balıqlara bağışlayıram. Balaca balıq yola düşdü. O yol boyu yeni şeylər görüb öyrənirdi. O qədər getdi ki, axşam oldu. Balaca bir daşın altına girib yatdı. Səhərçağı tezdən ayılanda başının üstündə pıç-pıçla danışan bir neçə narın balıq gördü. Onlar qara balığın yuxudan ayıldığını görüb dedilər. Sabaha xeyir. Biz səninlə çayın qurtardığı yerə gəlmək istəyirik. Ancaq çox qorxuruq. Pelikanın fikri bizi rahat buraxmır. Yola düşsək, qorxumuz tökülər. Birlikdə yola düzəlmək istədilər. Birdən gördülər ki, dövrələrindəki su yuxarı qalxdı. Başları üzərinə örtük çəkildi. Hər yer qaranlıqlaşdı. Qaçmağa imkan qalmadı. Balaca qara balıq o saat başa düşdü ki, pelikanın kisəsinə düşübdü. Nağılın 4-cü bölümünü gözləyin.